Yevlax şəhəri və ətraf rayonlarda yerləşən marketlərdə son günlər yumurta çatışmazlığı qeydə alınıb. Ajansa daxil olan məlumatda qeyd olunub ki, bəzi ticarət obyektlərində aparılan müşahidələrə görə fabrik istehsalı olan yumurtaların satışı kəskin azalıb və bir çox marketlərdə məhsulun tamamilə tükənməsi səbəbindən vitrinlər boş qalıb. Satıcılar bildirirlər ki, yumurta tədarükü ilə məşğul olan müvafiq şirkətlər son günlər məhsulu məhdud sayda məhsul göndərirlər. Bu isə ümumi tələb fonunda qıtlıq yaradaraq satışda fasilələrə səbəb olur. Onun sözlərinə görə gətirilən yumurta az müddətdə satılıb qurtarır. Həmçinin yumurtanın qiymətində də artım müşahidə olunub. Satıcılar qiymətlərin 1-2 qəpik bahalaşdığını qeyd ediblər.